İnsanlarda da bunu çox gözəl və mükəmməl bir şəkildə tətbiq etmişik. Ona görə bu sırf bu lənətlər üçün, ağırlıqlar üçün, pul kanalının bağlı olmağı və yaxud da ailə proqramların şəfalanmağını istəyənlər üçün bizim ayın axırı təlimimiz var. Və o təlimdə bu düstur veriləcək ki, bu düstur başqa heç bir təlimdə verilməyəcək. Çünki növbəti təlimlər olacaq bizdə qadın enerjisi, sonra olacaq pul kanalı. Və onların heç birində burada verilən düstur verilməyəcək. Çünki onların düsturları fərqlidir. Və ona görə əgər siz öz nəsil kanalınızı həqiqətən şəfalandırmaq istəyirsinizsə və bu problemlərdən qurtulmaq istəyirsinizsə, bu təlimlər qatılmağa çox məsləhət görürəm. Çünki biri olub artıq iyul ayında, biri avqustda olacaq, avqustun sonu, daha sonra sentyabr və oktyabr. Yəni digər aylarda olacaqmı, olmayacaqmı, hələ ki bilmirəm. Çünki təlim çox belə deyim, yaxşı mənada ağır keçir və insanların dəyişməsi də çox möhtəşəm bir şəkildə olur. Və mən bilmirəm buna nə qədər insan hələ ki hazır olacaq. Yalnız çox xahiş edirəm, hazır olanlar və dəyişimi qəbul edənlər bu təlimlərə qatılsın. Çünki bu təlim sizə asan bir şey kimi gəlməsin. Yəni bir şey ki, siz öz həyatınızı dəyişirsiniz. Bir şey ki, siz öz nəslinizin nümayəndəsi olaraq bütün kanalları və blokları dağıdıb və daha da irəli gedirsiniz və öz uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin həyatını dəyişdirəcək bir enerjiya sahib olursunuz. Düşünün ki, sizin bir zamanlar övladlarınız, nəvələriniz deyəcək ki, bəs mənim belə bir nənəm olub, mənim həyatımı dəyişib və ondan sonra bizim bütün nəslimizin həyatı həqiqətən də dəyişdi. Mən düşünürəm ki, əgər siz bu videoya baxırsınızsa, siz artıq bu nəslin çox gözəl bir nümayəndəsisiniz və xilaskarısınız ki, sizə bu informasiyanı hal-hazırda eşitməyə, qəbul etməyə bir icazə verir.